Ama bu qurultay olalı, Türkiye'de bu qurultay oldu, cəmaatın qurultayı. Biz burada bir mövzu gördük, gündəm mövzusudur. Yəni bunun üstündən təzə isti geçməyək. Qadınların qatılması, onların orada olması və nədən az olmaqları, huzuruna və onlara görə ki, qatılmaqlarında nə müşküllər vardı, problemlər vardı ya yoxdur, bu məsələni açıqlamaq istədim. Elə mən bu mövzunu istədim. Sağ olun, siz də qəbul elədiniz. Mən bunu danışmaq istəyirdim bir dəfə. Çox sağ olun, təşəkkür edirəm. Mən istərdim görüm ki, ya sizin sözlərinizdən belə çıxdı ki, cəmaatın bu iclasında xanımların, qadınların huzuru azmış. Bunu siz nədən görürsünüz və neçə nəfər idilər demək olar? Vallahi, qadınların azlığı nə cəmaat, bəlkə başqa təşkilatlarda da. Biz indi bilirik ki, bizim qadınlarımız erkəklərin yanında bir qanat kimi bir şeydirlər. Yəni bir quş olsa, bir qanatı erkəklər olsa, hər zaman bir qanatı Azərbaycan milli şuurda qadınlardır. Amma maalesef bir sıra yəni var asıbşinası olmalıdır. Müşküllərdən dolayı qadınlar az idi. Az idi. 5-6 nəfər qadın var idi burada. Ağalar çox idi, erkəklər çox idi, amma qadınlar az qatılmışdı. Yəni qatılan, istəyənlər də var idi. Bir sıra problemlər üzündən qatıla bilmirdilər. Mən onları istədim. Burada elə mən istədim ki, bunu dağ-dağ bu mövzunu açaq. Okey, indi xanımların problemi nədir? Kişilər yaradırlarmı, yoxsa özlərində bir problem vardı və nədən hazır olmurlar bu cür bir iclaslarda? İsaf Əli bəy, icazə verin, mən elə başdan bir məsələni kolleg edək. Bu feminizm qəziyyəsi ki, düşürdü, bunu bir keçəri tərifini deyim. Sonra Azərbaycanın keçmişində beləymiş, qadınlar elə səhnəyə qoymurmuşlar, ya var imişlər və indiki gündəmdə qadınlar qatılırlar, qatılanmırlar və müşküllər nədir? Onu mən istədim, olsa başdan başlayaq. Buyurun, buyurun. Biz feminizm məsələsi ki, hamı, yəni eşidibdir, ya bunun barəsində oxuyubdur, heç olmasa qulağına dəyibdir. Feminizm 9-cu əsrdə Charles Fevriye adlı bir o zamanın sosialistlərindən birisi bu fərziyyəni gətirdi qadın haqlarına görə. Bu da cinsi məsail, yəni nabərabərlik, ədalətsizlik bərabərində bunu mətrəh edədir. Bu məsələ düşdü hər halda ağızlara və bütün baxırıq ki, inqilablarda, dəyişikliklərdə də bu məsələ mətrəh olundu. Yəni qadınlar öz haqlarını ya aldılar, ya ala bilmədilər, ya hələ də istəyirlər. Yəni hər inqilab təbiidir, hər dəyişiklik olan zaman bu məsələdə mətrəh olunurdu. Baxırıq bizim də elə zamanlarımızda, yəni demokrat zamanda qadın haqları mətrəh olundu. Ya bütün hökumətlərdə bu qadın haqları var. Amma indi də Azərbaycan məsələsi ki, gündəmə gəlib, milli oyanıb, bir sürü haqlarımızı biz istəyirik. Birisi də qadın haqlarıdır. Və bəlkə də önəmli məsələlərdən biridir. Biz əgər diqqət eləsək, Azərbaycanda keçmişdə, yəni mən özüm deyə biləm, çox uşaqlıq zamanında bunlara hiss eləmişəm, duymuşam, ləms eləmişəm. Diqqət eləsək, indiki ədalətsizlik vardı, indiki müşküllər ki, qadınlara vardı. Keçmişdə Azərbaycanda belə bir zat yox idi. Məsələn, biz baxırdıq, bir Azərbaycan qadınına başqa bir hürmət var idi. Siz baxsaq, bir qadının yaşlısına, yəni ağ səkkəl var idi, onun yanında ağ bir çək var idi. Ağ səkkələ nə qədər ehtiram qoysaydılar, ağ bir çəyə də o qədər qoyardılar. Məsələn, bir çöl, bir kəndin arasında, bir qəbilənin arasında dava çıxanda bir yaşlı qadın yaylığını çıxadıb atsaydı ortaya, o dava orada bitəcəkdi. Bu Azərbaycan qadının hürmətini göstərirdi. Mən bu məsələni öz böyük anam rəhmətlikdən ondan eşitmişdim ki, belə bir dava düşdü. Cəhdə bir qadın var idi kətdə, yaylığın atdı vəsədə, orada dava bitdi və bir qanlı davanın qarşısını aldı. Ya məsələn, bir evdə baxırıq, bir məhəllədə, bizim Azərbaycanda, bir evdə görürsən, bir qadın, bir kişidən, erkəkdən dəyərlidir, şuurludur bəlkə. Orada o qadının məsələ adı ilə tanınır. Məsələn, Fatma Xalacının evi. Məsələn, Məhəmməd Əmidinin evi. Orada o şuura yəni önəm verirlər. Bizdə Azərbaycanda deyirlər ki, həyat yoldaşı. Ya evlənmək, ev sahibi olmaq, demirlər zəng verəkdən arvad almaq ki, varidatı kələmədir, biz onun tərcüməsini deyirik arvad almaq. Bəs bu görsədir ki, çox belə məsələlərə işarə eləmək olar. Görsədir ki, bizim yəni fərhəngimizdə, kültürümüzdə
qadın haqları var imiş. Beləsi deyilmiş ki, qadını qoyaymışlar aşağı mərtəbədə, kişilər üstün olarmış. Bu gələ-gələ bu məsələ biraz cana da çoxalıbdır. Məxsusən o zamandan ki, ifrati İslamçılıq gəlibdir İran ölkəsinə və Azərbaycan da təbii ondan təbəiyyət edərək o ölkənin istismarında olaraq bu məsələni qəbul edirdi. Yəni ürəyi çevrək adamlar həmişə bir zadı ki, desələ haqlı tez qəbul edər. Azərbaycan milləti də ürəyi saf, sadə, köyrək insanlardır. Bu məsələni daha ifrati qəbul edirlər. Bəzən də qoltuqlarına qarpız verərək ki, sən qeyrətlisən, qeyrətli Azərbaycansan, bu öz qadınlarının, öz qızlarının, uşaqlarının da haqlarını batırıblar bilərək. Sədlərsə ki, bilməyiblər. Yəni, bilməməzlikdən gəliblər, öz qadınlarının haqlarını da batırıblar ki, mən səni qoruyuram. Amma onun nə ruhuna, nə psikolojisine diqqət eləməyibdir. Bu məsələlər, yəni bizim görsədik ki, geçmişdə dedim ki, hürmət var imiş, gələcəkdə bu məsələ daha şiddət tapıbdır. Biz Azərbaycan milli hərəkətində indiki yox. Biz hər zaman görürük Azərbaycanda oyanış var imiş, istiqlaliyyətin istəyirmiş, öz haqlarını istəyirmiş. O zamanlarda qadınlar səhnədəymiş. Bizim ən gəlsək misal vursaq Zeynəb Paşamız var imiş, Tellizərimiz var imiş. Tellizəri Səttarxanın kişi paltarı giyib, gedib Səttarxanın sərbazları ilə birlikdə döyüşmüşdü. Sonra yaralanandan sonra istəmişdilər buna atısına yarasını bağlamışdı, demişdi əl vurmayın, deyin Sərdar özü gəlsin. Gələndə demişdi qulağına axı mən qadına. Yəni bunlar səhnədə var idi, Zeynəb Paşanın qəhrəmanlığı özü açasan bir dastandır, var imişik. Mərziyə Oskuyev var imiş, kimlər və indiki hər baxırıq da Azərbaycanda daha da güclüdür. Yazarlarımız öz yerində vardılar, bizim böyük şairlərimiz qadınlar vardı. Həmidə Reiszadən, İnsafən şeirlərini tutsun. Çox gözəl şeirləri var. Amma baxsaq gedib bir muzəvi olub. Hələ də mən özüm axtardım. Həmidə Reiszadə Səhər adlı şairimizi tapa bilmədim ki, ondan bir danışım, bir dərli bilelim. Eşitmişəm bir sıra ədalətsizliklər ki, olubdu barəsində. Bu daha münzəvi olubdu və şayət də başqa dəlilləri var. Onu mən də dəqiq bilmirəm, yəni dəyərliyəm. Şairlər məsələsindən mübarizə qadınlarımız vardı, ziyalı qadınlarımız vardı, gəlsin ev məsələsində başarıqlı qadınlarımız vardı. Hər birdə bizim qadınlarımız erkəklərimizlə bərabər çalışırlar, vardılar. Amma üzə çıxa bilmirlər, ya gizlədirlər özlərini. İndi də gəldi milli hərəkətdə. Milli hərəkətdə də bizim qadınlarımız, yəni o zoğu, o coşqusu erkəklərdən az deyil. Bəlkə də bərabərdir. Bəlkə də çox yerlərdə qadınlar vardır ki, şuuru yuxarıdır. Amma məcbur da özünü gizlətsin, üzə çıxartmaz. Bunların da nədənləri vardır, nə neçə dəlilləri vardır. Bunları araşdırmalıyıq. Baxsaq, birisi bizim camiəmizdəndir. İnsaf əlbəttə. Bizim qadınlar rahatçılıqla çıxa bilmirlər camiəyə. Məsələ, şayət mənim ailəm mənə izin verir, təşviq də edir, iftixar da edir, amma mənim familim təhqir edir. Ya çıxırıq camiədə biz danışırıq, dərdlərimizi deyirik, sonra camiədən təhqir oluruq. Məsələn, milli hərəkətdə mən gəlirəm, yazıram bunu, indi yol camiədən təqibdəyəm. Bu müşkillərdə vardır. Məsələn, mən fəal, milli fəal, əgər zindana düşsən, həbsə düşsən, hələ İranın özümüz bilirik siyasətini necədir, özümüz bilirik ki, fasikdir bu bəxşiləri, idari bəxşiləri, fasikdirlər. Yəni, sən əvvəldən özünü düşünsən ki, mənim heysiyyətim qorulsun. Buna etimad yoxdur. Ondan da sonra bizim mücəllir millətimizin arasında dədən var, bu qadın düşdü ora, nələr oldu, bu düşüncələr, bu fikirlər daha adamı gəlir münzəvi edir, qadınları səhnədən dışarı çəkir, qoymur səhnəyə girsinlər. Ondan da sonra başqa bir məsələ bizim erkəklərimizdədir. Siz baxın, biz milli hərəkətdə gəlirik qadınlarımızla yığışıq bir yerə, deyirik qadın haqlarıdır və buna inanmışıq da. Məsələn, mənim qadınım mənlə bərabərdir, oturacaqdır başqa erkəklərlə, başqa qadınlarla bir yerdə biz bir məsələni paylaşacağıq, milli düşüncələrimizi paylaşacağıq. Amma baxsan, bunların da içində problemlər yaranır. İndi bizim bu erkəyimiz ya sədaqətlə tərpəşməkdir, yəni qadınına qarşı
dediği kimi əməl eləməlidir. Sədaqətlə bunu o etimada, o inama yetirər ki, sənlə mən bərabərik, başqalarının yanında sənin də haqqın vardır. Və mən də sənə sadiqəm. Məsələn, mən gəlirəm başqa qadınlarla bərabər otururuq bu hərəkətdə. Onlar da bir gözlə görürəm. Bu qadının ürəyində şübhə yaranmamalıdır ki, ay, mənim sabah həyatım, yaşayışım təhlükəyə düşəcəkmi, düşməyəcəkmi? Belə bir məsələlər olmamalıdır. Ya məsələn, qadını gəlir bu şuurda deyil. O başqa cür düşünür, bəy başqa cür düşünür. Onda da bu ailənin özündə də problemlər var. O zamandır ki, əgər bəy bunun talibidir, gərək bunu qadının o şuura, o dərəcəyə yetirməlidir. Ya xeyr, qadın bunu düşünür, öz bəyin o şuura, o etimada yetirməlidir. Yəni bizim içimizdə sədaqət və etimad yaranmalı. Şərifə xanım, indi məsələ budur ki, biz görürük ki, Azərbaycanın müasir tarixində, pişəvəri zamanında xanımlara böyük rol verilir. Yəni, buna baxmayaraq ki, Rıza Şah dövründən xüsusən xanımlara çox çətin tutulubdur. Əlbəttə, bir iddə azadlıqlar geyimdə verilibdir. Amma azadlıqları yoxdur, bir insan kimi, bir ictimada fəal insan kimi gəlsinlər, müşarikət ictimailəri olsun. Amma görürük ki, Seyid Cəfər Pişəvərinin hərəkətində, Fırqə Demokratda gəlirlər, xanımlar rol oynayırlar və hətta kətlərdə, bizim öz kəndimizdə, məsələn, mən Gülbadan xanımın adını eşitmişəm ki, o zaman sıxanranlıq elirmiş, danışırmış xanımların haqqından, özlərinə cəsarətli tapmaqdan filandan. Və sonra görürük ki, yenə də Ayətullah Şəriət Mədarinin himayəti ilə Xalqi Müsəlman təşkil tapanda da xanımlara yenə də böyük rol verildi. Bu da bir parçasıdır. Amma indi nədən xanımlar, Azərbaycanlı xanımlar xüsusən, fəallar, şairlər, siyasilər, mədəni işləyənlər, ictimai işləyənlər, insan haqları işləyənlər, xanım haqları, feministlər, nədən bir özlərinə siyasi parti düzətmirlər? Heç olmasa İrandan eşikdə, yəni əgər İran icazə vermirsə xanımlara azadlıq olsun, insan haqlarından, xanımlıq haqlarından, insan haqlarından özlərini difa eləsinlər, nədən İrandan eşikdə olan xanımlar özlərinə bir parti düzətmirlər, kişilərlə bərabər girsinlər təşkilatlara, yəni təşkilatlansınlar və kişilərlə bərabər təşkilatlarda olsunlar? Elədir, biz Azərbaycanı qoysaq, meyar qoysaq, Azərbaycanda hər zaman bir hərəkət olub da haqq verilibdir, qadınlara haqq verilibdir. Demokrat zamanının qadın haqları olğu oldu, dünyaya olğu oldu. Hər zaman da fəxr elə biz deyirik ki, bizə Cəfər Pişəvəri nə gözəl qadınlara haqq verdi, qadınlar danışdılar. Hətta bizim öz miyanamızda bir qadın var idi ki, bir qurulun başçısıydı, çox işlər görmüşdülər. Deylə Zeynəb Paşa o zaman biz ona işarə edərik. Azərbaycanda bu haqlar verilmişdi. Cəfər Pişəvəri zamanı. Onun ki, qanunların gözəl qanunları var idi, gözəl yəni yasaları ki, törmüşdü. Bir də qadın haqlarıydı və vaqən də buna əməl olundu. Amma ondan sonra ki, sərxudlar. Ondan sonra ki, gəldilər bu qadınların başlarına nə oyuncaqlar ki, mən öz dilim, yəni atamın dilindən eşitmişəm, yanadır ki, o qadının başına nə oyuncaqdılar. Bu bir mənfi əsər qoydu, bir qorxunculıq qoydu ürəklərdə. Biraz qadınlar səhnədən çəkdilər. Ondan elə bilafasılə ondan sonraki İnqilab-ı İslami başladı. Daha qadın uzaqda durmalıdır, qadının heysiyyəti belədir, qadın elədir, qadın səhnəyə gəlməməlidir. Bu da onun üst-üstə gəldi. Üst-üstə gəldi, nəticədə bu yasaqlıq, bu cəhalət gətirdi, yəni kəmal gətirmədi. Qadınlara gəlsin nədir, İnqilab-ı İslami gətirdi. Çoxları belə bavar edir ki, bax, qadınlar şah zamanı belə idi. İndi rahatca eşiyə çıxırlar. Bu zamanın pişrəftidir. Qadınlar hər yerdə indi rahat ola bilirlər. Bəlkə zaman fərq edib, teknoloji fərq edibdir. Yəni bizim getmişlərimizə desin, hə, sən şah zamanı bu işi görə bilirdin. Bunu hamımız misal vururlar bizə günüdə. Məsələn, ailələrimiz vururlar. O ailələr ki, sünnəti düşünürlər. Amma İnqilab-ı İslamı bu görür. Yox, İnqilab-ı İslami o dərvaqa qadınların haqqını batırıb. Orada qorxunc məsələsi ki, gəlibdir, əziblər qadınlara, daha ihanət çox olubdur, təhdid çox olubdur. Bu yan tərəfdən də ki, İslam adıyla, din adıyla gəliblər qadınları birazdan müjdəli qəyiriblər. Yəni, öyrədib də ki, sən mətbəxdən eşiyə çıxmamalısan, özü örtməlisən.
Bu məsələ bahis olub ki, biraz bizim qadınlarımız Şərifə xanım, üzə indi çıxamıyor. İslamı burada gətirəndə, mən İslamdan əlbəttə istəmirəm difa eləyəm, amma gördüyümüzü danışa bilərik heç olmasa. O da budur ki, məsələn, Türkiyədə müsəlmanlar, xanımların azadlığı çoxdur. Ya məsələn, Misridə, ya Malezidə, Endonezidə. Yəni, müsəlman məmləkətlərin bir çoxunda, hətta ərəb məmləkətlərin bir çoxunda xanımların daha çox fəaliyyəti göstərilir. Amma İranda sadəcə nə Mallah hakimiyyətində xüsusilə, Ayətullahlar hakimiyyətində xanımlara çox çətin tutulur. Sizcə bu İslama aiddir, yoxsa İran kültüründən, Fars kültüründən qalxan bir hərəkətdir ki, xanımları sıxır? İnsaf Əli bəy, bu yəni sizə dərsə təbii budur ki, bu siyasət üzərindəndir. Siz baxın, məsələn, qadınlar İranda başını örtürlər, Əfqanistanda başını örtürlər. Bunlar hamısı behişdə gedəcəkdir. Amma dünyada, müsəlman ölkələrdə, Türkiyədə gedəcəklər cəhənnəmə. Belə bir şey axı düşünsək, heç ağla sığan deyil. Ya Türkiyədə, məsələn, onlar ki, icraatı İslamçıdırlar. Mən görmüşəm, məsələn, pərəstlərdir, ya vəkildir. Gedibdir saatlarca, günün yarısını başı açıq idarə qismətlərdə işləyibdir, kişilərlə oturubdur, durubdur, difa edibdir. Amma işindən çıxır, özün belə bastırır ki, bökkeyin üstündən, nə bilim, yaylıq örtür, nə edir? Bunların düşüncəsi ki, fikr edir indi burada. Mən demirəm, toxunmaq məsələ burada onların hicabına toxunma deyil. Mənzil insanları düşüncə istəyirəm, baxımından deyəm. Amma İranda gəlsin, deyir ki, sənin kişi görməli deyil. Yəni, məsələn, olmaz ki, yarısın, günün yarısını sən erkəklər səni başa açıq görə, yarısın başı örtüləcək. Yəni, bu ikisini qoysun qarşı-qarşıya, bunlar bir-birlərini qəbul eləməyəcəklər. Bu %100 deyəcək mən həqqəm, o birisi də deyəcək %100 mən həqqəm. Bəs əgər əqlimizə salsaq, bu məsələ biraz canada qadınların beynin qarışdırır. Yəni, ola bilmir ki, qadınlara gəlsin, həq versin bu məsələ. Bu azadlıq üçün var, siz buyurursunuz Türkiyədə ya başqa yerlərdə və İranda. İran bu siyasət üzəri, yəni İslam üzəri, İslamın niqabın üzünə salaraq, qadınların da haqqını batıraraq ki, səsləri çıxmasın, gəlirdi hökumət edir rahatca. Yəni bir enerjini, bir potansiyeli yatırdıq, səsini susturubdur. Siz baxsınız İranda, mən öyrənci idim, bizim ustadların birisi, düşüncəli bir ustad idi, dedi, uşaqlar İrana böyük bir zat gəlir, o da budur ki, heroini, nə bilim, çilyeyi tökəcəklər rahat. Çünki bizim cavan neyrularımız, gənc neyrularımız çoxalıbdır, bunları susturmaq lazım, bunların səsini batırmaq lazım. Bunları nə edəcəklər? Bundan bir yana siz görəcəksiniz. Daha supermarketlər də çilyeyi, heroini belə bir şeylə azad satacaqlar. Və gedə-gedə doğrusu belə bir şey oldu. Biz daha gözəl cavanlar, hamısı gördük xiyaban qırağında, Tehranın hər tərəfində. Bu bir siyasət idi ki, bunları sustursunlar və qadınlar haqlarında elə. İslam, düzgün İslam onu demir. Düzgün İslam insana ərziş verir, haqq verir. Baxın, mən özüm misal verim. Mən özüm indi həqiqəti bu yaylığa ötməkdən başıma buna inanmıram. Amma sabahları mənim ailəm yox, bəlkə familim. Eşitdi ki, filan kəs oturubdur, televizyondan danışıb başı açılmış, bav elə. Yəni qətl fitvası verirlər. Yəni bu adam daha nə düşüncəsi önəmlidir, nə özü önəmlidir, nə beyni, nə bunun şəxsiyyəti, nə məhəbbət, nə ailə qanı arasında familçilik qanı mühümdür. Məsələ o 2 metr, 1 metr parçada. Bu yüzdən yəni bizləri məhkum və məcbur ediblər. Bu da kimin günahıdır, suçudur? Bu da həqiqəti budur ki, bunlar yəni İranın siyasətidir. Azərbaycanda qeyrət var idi, qeyrət öz yerində. Amma cəhalət var, belə deyildi ki, gəlsinlər, salsınlar. Sənin də özün öz pişrəftinin qabağını alasan 1 metr parçası ilə. Yəni rahat olmayasan, eğitimdən axşamı başı güclüyü ona qatasan və beynini başqa, potansiyelləri başqa yerdə düzgün işlədə. Şərifə xanım, indi əgər yenə qeyirsək o sualımıza, xanımlar nədən özləri, yəni istəyirlər daimən məsələn kişilərə bağlı olsunlar, kişilər təşkilatları bunları himayət eləsin, bunları iclasda iştirak versin. Nədən özləri toplanıb və özlərinə bir Azərbaycanlı xanım olaraq, milli fəal olaraq, şair olaraq, yazar olaraq, ədəbiyyatçı olaraq özlərinin təşkilatlarını qurmurlar? Yəni nədən özləri camiənin %50'si olaraq gəlib qoşulmurlar? Özləri nədən? Bunu nədə görürsünüz siz? Vallahi Səfəri bəy, bu beyin bir qisməti bunun
deyə bilərəm 60-70% bizim camiənin durumundan dolayıdır, tərbiyəmizdən dolayıdır. Neçə illərdir ki, bizi təhqir ediblər və bu düşüncə ilə bizləri böyüdüblər ki, qadın camiədə qadın aşağıdır, qadın eləyə bilməz. Ya məsələn, kişinin yanında oturmasın, erkəyin yanında oturmasın, danışmasın, danışanda özün qorusun, gözləsin. Belə bir məsələ təbiidir. Yəni, gəlin sünnət baxımından, İslam baxımından bula. Amma bir məsələsi də qadınlar özlərində də günah vardır. Daha bizim qadınlar cəsarətli olmalıdır. Qadınlar sözün deməlidir, qadın hərəkət edəcəkdir. Biraz da baxırıq bu məsələdən, mən özümdə, içimdə var idim. Bizim qadınlarımızda da vardır. Biraz ürəkli olmalılar. Olsalar, yığışsalar, bu təşkilatlarda şirkət edəsələr. Milli hərəkətin bir zamanda ürəyi istəyir, %100 ürəyi istəyir, amma cəsarət tapa bilmir. Qabağa gedə bilmir. Düzdür, müşkülat çoxdur, bilirəm. Baxsaq İrandakı durumu hamımız bilirik, yasaqlıqları, çətinlikləri, müşküllərə düşəcəkdir. Amma biraz canlıda bizim qadınlarımız doğrusu cəsur olmalıdırlar. Biri bu məsələ, amma ən önəmli məsələ budur ki, bizim qadınlar bilir. Məsələn, indi dediyim, bizim qadınlar da vardılar Azərbaycanda. İşləyirlər də, həbsə də düşüblər. Çıxıblar, təhqir də olublar, çıxıblar da. Amma bu ailə tərəfindən də əzilibdir. Çıxandan sonra ailə verdi bu bizim bu cəsarətli və beyni dolu bir də məsələ qızı da, uşağıdır. Əgər bunu qoysun bir dənə hərəkəti özü hidayət eləyərlər, təhqir eləyibdir, tərd eləyibdir. Belə bizim müşkillərimiz çox və famil tərəfindən. Gəldi, indi camiə özü tərd eləyibdir. Biz erkəklərə qoşuluruq, amma erkəklər odur ki, deyir, mən Roşənfikrəm, milli hərəkətimizdə, bu bir həqiqət də olsun. Deyir, mən Roşənfikrəm, sənin haqqını da bilirəm, mənlə bərabər gedəcəksən, amma gəlirsən, əslində görürsən, gedir o sünnəti, o İslami, o İranda olduğu tərbiyyəti bizim kişilər elə onun əməl eləyirlər. Yəni, üzdə belə içəriyə gedəndə eləyə bilmir o istəyi kimi, sözü kimin də əməl eləsin. Bu müşküllərdə, mənim nəzərimdə çox önəmlisi budur. Elə bu bahis olur ki, indi bizim məsələn milli qadınlarımız, qızlarımız cəsarətlə qoşulur erkəkə. Amma o erkəklərin bərəsində, yəni o bəylərin kənarında gəlib işləyir, bəzən belə zərbələr yeyir ki, gəlir hərəkətdən də çəkir. Şərifə xanım, xanımların hamısından... Yəni var da, açsaq bu məsələdə elə önəmli bir məsələdir də. Şərifə xanım, təbii ki, tamam xanımlardan bu intizar yoxdur ki, siyasi olsunlar, ya siyasi təşkilatlara qoşulsunlar, ya özlərinə siyasi, ya mədəni, ya bəşər hüquqları, haqları haqqında bir təşkilat qursunlar. Təbii ki, kişilərdən də hamısından bu intizar yoxdur. Bir tədad siyasilər, onlar ki, profesional istəyirlər siyasətdə, bunlar yığışırlar bir yerə. Xanımlarda da elə bu türdür. Amma xanımlar hər halda, yəni çoxunun hətta məsələn bu Avropada, Amerikada, Kanadada olan Azərbaycan xanımlar savadlı, özləri hətta belə müstəqil xanımlar, ya xanım qızlar, ya xanımlardırlar ki, ərləri yoxdur, ya əslən ərləri var, amma azaddırlar, yəni hər iş görə bilirlər. Amma sadəcə siyasi məsələlərdən biraz çəkinirlər. Siz bunu kişilərlə ilgili görürsünüz, yoxsa xanımlar hələ hazır deyirlər kimi görürsünüz? Valla, dedim ki, kişilər qisməti də önəmli. Siz baxın, bizləri belə tərbiyyət edir ki, istər-istəməz bunu erkəyi yanımızda görəndə güc tapır. Hələ də yəni bu bizim içərimizdə, psikolojimizdə vardır, ruhiyyəmizdə. Deyirik bəs ki, məsələn, mənim kəmallığım bir kişiyə bağlıdır. Niyə? Bunu evdə belə tərbiyyət edirlər. Biz geçmiş nəslin adamı deyirik, biz bu əsrdə və bu əsrində tərbiyələri belə idi. Amma daha dəlil ola bilməzlər. İndi Camacın bu iclasına qeysaq, mən istəyirəm çox gedək Camacın iclasına görə. Xanımların burada huzuru az idi və məncə də xanımlar eləyə bilərdilər, iştirak eləsinlər. Nədən iştirak eləməyiblər? Biraz mənə hələ də sual yeridir. Çünki nə qorxu vardı Avropada, Amerikada, nə ərlərindən o qədər baskı ola bilər təbiətən. Yəni xanımların Avropada, Amerikada heç olmasa bərabər haqları olduğu üçün kişilərlə, xanımlarla ağaların heç fərqi olmadığı üçün məncə bu iclaslarda iştirak eləməklərinə yer çoxdur. Amma nədəni niyə icras eləmirlər? Mən fikir edirəm ki, keçən sərdə danışdıq. Bizim içimizdə bir qorxu var. Tarixi, rəvani bir qorxuya biz mübtəla olmuşuq. Ruhumuzda giribdir, gizlənibdir bu qorxu və xüsusən xanımlarımızda. Xanımlarımız çox
konservativ olublar, çox mühafizəkar olublar və bais olur ki, o bəlkə əlbəttə bilmirəm, bəlkə bunu araşdırmağa ehtiyacımız var idi. Bəlkə gələn həftələr eləyə bilək ki, bunu yenə həm sizlə, həm digər vətəndaşlarımızla bunları ortaya qoyaq. İndi bu iclasda az olduqlarına baxmayaraq, bunların istəkləri nə idi? Camaatdan nələr istirdilər? Azərbaycan hərəkətindən, milli fəallardan nə istirdilər? Ehtimal vardı ki, yenə də internetdən də problem qət olsa, bu arada mən üzr istəyirəm əziz dinləyici dostlarımızdan. Biz tədad dedim, az idi. Amma üzdə az idi. Yəni öğrencilər var idi. Heç olmasa 5-6 qadın mən tanıyırdım. Qatılmaq istəyirdilər. Amma qatılsaydılar, ya onların əksiləri, rəsmiləri gedib çatsaydı oraya, ya dürbün qabağında görsənsəydilər, ya xəbər çatsaydı, bunlar ondan qorxurlar ki, daha içəriyə gedib gələ bilməzdilər. Ya içəridən daha bura gəlib bu təşkilata qatılsaydılar da istəkləri olanlar da qeydə bilməzdi. Qeysəydilər ki, təbii müşküllə bərabər müvacih olacaqdılar. Amma milli hərəkətdəki qadınların istəkləri, ya bu camaatdaşı qadınların istəkləri burada olundu. Siz baxın, qadınlara da kişilərlə bərabər həq verməlidir. Yəni qadına da bu açıqlıq, bunun indi ya həyat yoldaşı olsun, ya bundan işləyən bəylər olsun. Biz erkəklərlə bərabər işləyirik. Dediyim kimi, bir quş olsa bir qanatı qadındır, bir qanatı erkəkdir. Bunlara saygı durulsun. Ehtiram, inam olsun arada. Yəni, məsələn, belə olmasın ki, o bavər eləsin, mən səndən güclüyəm, fiziki baxımdan mən səndən güclüyəm, mən səndən bərtərəm. Ya başqa sui-istifadələr ki, milli hərəkətdə olmamalıdır. Bizim bəylərimiz öyrənməlidir bunu. Və qadınlarımız da bunlara etimad edərək, cəsarət taparaq gəlib bu təşkilatlara da qatılacaqlar təbii. Vardılar, nə ki yoxdular. Bunları biz deyəndə az deyirlər teydadı. Olsun çətinliklər vardı, amma istəklər də çoxdur. İndi bu milli hərəkət özü bu əngizəni yaratmalıdır. İndi bizim bu təşkilat özü bu hərəkətin yaratmalıdır. Özü bu əngizəni, bu aramışı və əmniyyəti yaratmalıdır ki, qadınlar da burada olsunlar. Və sabahların bizim bir devlətimiz olanda bizə bu qadınların həqləri indidən başlana o zamanda veriləcəkdir. Onda yəni indidən əsas tökülür. Bu qadınlar %100 etimad eləməlidirlər, qoşulmalıdırlar. Onlarla əməkdaşları işləyənlərindən qarşısında sayğı gözləyirlər, həqlər gözləyirlər. Bunların təbiətən müşkülləri vardı. Baxın, ailədə müşkülləri vardı. İndi bir qadındır, uşağına yetişəcək, evə yetişəcəkdir. Düşüncəsi ilə çalışacaqdır və təşkilatda da fəaliyyət edəcəkdir. Amma bir erkək baxanda qadına çox rahatdır. Bəlkə bir rahatca fəaliyyət edəcək camiədə buna rahat baxacaqlar. Qadın yaşayan problemlər yoxdur buna qarşı. İndi mən bir dənə qadın çıxmışam, məsələn, fəaliyyət edirəm. Siz baxın, mənə görə baxışlar necədir? Yəni, çox şeyləri məcburam, təhəmmül eləyəm, çox şeyləri riayət eləyəm. İşim iki bərabər ola, uşağıma yetişəm, fəaliyyətimə yetişəm. Amma bir dənə erkək mən çəkənləri doğrusu çəkir. Yox, o baxış bizim millətimizin tərəfindən o baxış deyil. Erkəkdir, haqlıdır, eləyə bilir, rahatdır. Sıxıntılar ki, mənə görə vardı, ona yoxdur. Baxışlar ki, mənə görə vardı, ona görə yoxdur. Bunlar vardı. Bizim təşkilat bu inancı yerinə yetirməlidir. Yəni, düzgün inandırmalıdır qadına ki, sənin də həqqin kişi ilə, erkəklə bərabərdir. Sən də insansan və insan haqların burada veriləcəkdir. Bu məsələ özü təşkilat bu inancı yaratmalıdır. Bu təşkilatın da olanları bizlərik. Yəni, mən, sən qadın, o qadın, o ağa, o erkək, bunlar hamısı bir yerə yığılıb və bu düşüncələ əvvəl özlərindən başlayaraq təşkilatda inamı gətirməlidirlər. Sonra bu inam camiəyə yayılmalıdır və sonunda gəldi devlət oldu. Bu devlətdə bu inam, bu düşüncə, bu təməllər ki, tökülür, öz yerində oturacaq. İsa Fəri bəy? Bəli, bəli. Mən sualıma hələ cavab ala bilmədim ki, bunlar Azərbaycan xanımların Azərbaycan hərəkatından fəqət istəkləri, yəni hörmət, ehtiram və onlara yer verməkdir, yoxsa orada bir istəkləri mətrəh oldu? Valla istəkləri belə bir bəlli istək mətrəh olunmadı. Yəni
Buna görə ki, mən qadınam, yəni orada qadın haqları, biz orada bir milli hərəkət, o toplumda nə etməlidir, bir milli hərəkətə görə nə işlər görə bilir, cəmaət nə işlər görəcəkdir, vəzifəsi nədir? Bu işlərdən çox danışıldı, nələr eləmişik, nələr olunacaqdır. Amma qadın haqlarına ya qadın istəkləri orada çox da mətrəh olunmadı. Amma istər-istəməz bunlar hamısı qadınlar da orada var idi, öz haqlarını da istəyirdilər. Yəni öz istəkləri də var idi. İstəkləri də budur ki, yəni məsələn, bəylərə bərabər bu qadınlara da indi iş görürlər. Bunlara da iş verilsin, səhnədə olsunlar. Bunların da problemləri həll olunsun. Yəni bunların dedim təbii problemi çoxdur, həll olunsun. Bunlara da çox da təvəccüh olunsun. Belə bir istəklər, başqa məncə bir istək orada mətrəh olunmadı. Elə Azərbaycan qadınların yəni müşkillərindən dedilər ki, burada qadın erkəyə görə, yəni ona qarşı çox da problem yaşayır, çox da təvəccüh olmalıdır. Bu məsələ də mühüm bir məsələdir. Çünki biz əgər istəyirik haqlardan danışaq, biri də qadın haqlarıdır. Belə bir məsələlər məncə. Çox gözəl, çox gözəl. İndi biz əgər siz bir xanımsınız, yəni və bu cür yəni bu bir həqiqətdir ki, siz içəridən taza çıxmısınız, gəlmisiniz, Azərbaycandan qaçmaq məcburiyyətində olmusunuz. Fars hökuməti, İrançılıq sistemi, siyasəti altından və Türkiyədə indi yaşayırsınız. Siz bir xanım olaraq indi əgər Azərbaycandakı xanımların istəklərini istəyəsiniz, indi eşikdə deyəsiniz siyasi fəallara, camaca ya digər təşkilatlara. İçəridəki Azərbaycanlı xanımlar milli hərəkətdə nə istəyirlər, özlərinə, yəni xanım olaraq nə istəyirlər? Yəni ayraq, bəlkə beləsi deyək ki, əvvəl xanımlar xanım olaraq siyasi təşkilatlardan nə istəyirlər? İçəridəki xanımlar. Bəli. Baxın, indi bizim milli hərəkətdə də bir qadın haqları fəallarımız vardı. Qadınlar vardı, yığışıblar, bir qadın saytları da cüzləyiblər, qadınlar fəaliyyət edirlər. Amma o anlamda dedim, deyil ki, feminizmə hərə bir tərifləyir. Məsələn, birisi deyir ki, kişilərə qarşı çıxıblar, bunlar feminizmidir. Ya deyir, qadın kişidən rütbəsi yuxarıdır, ya kişisizlik yaşam. Belə bir şeylər, təriflər də vardı feminizmə. Amma qadın Azərbaycanda indi feminizm məsələsi mətrəh olan bizim milli hərəkətdə o anlamda deyil. Bizim milli hərəkətimizdə, yəni biz milli hərəkətdə qadınlar da varıq, erkəklərlə bərabər hərəkət edirik. Təbii haqlarımız da vardı. Bizim analarımız, bacılarımız ki, haqları zayi olubdur. İndi İran Fars hökumətinin çərçivəsində altında bizim haqlarımız təbii zayi olubdur. Bunları istəyirlər. Bu qadınlar bizim feminizmimiz bu saytlarda zaten yanlış başa düşülməsin. Yəni deməsinlər ki, bunlar da deyir, mən bərtərəm, mən heç işini istəmirəm. Belə bir şey yoxdur. Biz deyirik ki, biz qadınlar milli hərəkətlərlə bərabər qatılırıq, qoşuluruq, fəaliyyət eləyirik. Və indi bizim təşkilatlara da dediyim kimi qoşulmalarımız çətinliklər vardı. Biri də biz camiədə qadına başqa cür baxılıbdır. Qadın özün məcburdur qorusun, təhqir olunmasın. Ya qatılandan sonra dedim, hələ o bizim bərabərçilikdə o inamda deyilik. Üzdə bəlkə inamda vardı, amma içəridə hamı elə deyil. Vardı, içəridə gəlir bu qadın bir zərbə yeyir təşkilatın içində. Sonra daha vırılır, daha bu hərəkətə də gözəl baxa bilmir. Hərəkətdə də şirkət eləyə bilib ya fəaliyyət eləyə bilmir. Bizim təşkilatlarda da, bizim təşkilatlar dedim, bu sayğını, bu inamı, bu gücü yaratmalıdır. Amma indi qadınlar özləri ki, başlayıblar bu hərəkətə, mən görmüşəm, özüm şahid olmuşam. Dərnəklər qoyublar, ana dərsiliklər qoyublar, yəni ana dərsi öyrədiblər uşaqlara. Hətta bir təşkilat, bir toplantı var idi, orada qadınlar ana dərnəyi adında qərarlaşmışdılar ki, ayda bir dəfə qərarlaşmışdı. Uşaqları götürək, ailə ilə bərabər bir ordu qoyaq hər ay. Bu uşaqlara orada ana dilindən danışacaqdılar, nağıllar deyiləcəkdi. 3 gün ordu. Bu özü bir məsələ idi, elə gözəl də yerinə düşdü. Doğrudan da o qismətin biz olan o cəmin qruhun uşaqları da hamısı aydın fikirli, hələ ki düşüncəli, yəni böyüyürlər. Bu bir işdir. Qadınlar çox iş görə bilərlər. Özləri özlərinə də bu işləri görə bilərlər.
Elə o zətdə deyək ki, həttəmən gəlsinlər, təşkilatlara qoşulsunlar və qoşulanmırsa da öz işlərində özləri toplana bilərlər, ya hətta fərdi işlər görə bilərlər. Öz uşaqlarına indidən başlayıb ana dili ilə bizim öz kültürümüzü öyrətsinlər öz uşaqlarına. Vardır, nə ki yoxdur, belə mən görürəm, belə qadınlarımız da daha çoxdur. Amma bu işləri genişləndirməliyik. Şərifə